Təsəvvür edin ki, 1970-ci illərin Kaliforniyasındasınız. Gecədir, evinizdə, yəni ən təhlükəsiz saydığınız yerdə yatırsınız. Hə, Və birdən gözünüzü açan şey üzünüzə tuşlanmış kəskin bir fənər işığıdır. Bu, 10 illiklər boyu Kaliforniyanı dəhşət içində saxlayan bir kabusun, deməli, başlanğıcı idi. dəhşətlidir. Bir adam evlərə soxulur, təcavüz edir, qətl törədirdi. Ona onlarla ad vermişlər. Visalia Ransacker, East Area Rapist, Original Night Stalker. Və arxasında DNT izləri qoyurdu, amma sanki bir ruh idi. Bəli, heç bir polis məlumat bazasında tapılmırdı. Bəs 10 illiklər sonra bütün ümidlər tükənəndə bu ruhu necə tutdular? Bax, onu ifşa edən alət həm inanılmaz dərəcədə parlaq, həm də bir o qədər mübahisəli idi. Və bugün məhz bu texnologiyanın, yəni məhkəmə tibbi genealogiyanın dərinliyinə enəcəyik. Görəsən bu genetik detektivlik nədir, necə işləyir və ən əsası bizə hansı mürəkkəb sualları miras qoyur? Məsələnin kökündə əslində çox sadə, amma eyni zamanda çox güclü bir fikir dayanır. Cinayətkarı tapmaq üçün onun qohumlarının DNT-sindən istifadə etmək. Yəni bizim kimi insanların? Bəli, sizinlə bizim kimi insanların nəsil şəcərəsini öyrənmək üçün internetə yüklədiyi genetik məlumatlar birdən-birə ən amansız cinayətkarı ovlamaq üçün bir xəritəyə çevrilir. Bu, bir tərəfdən soyuq cinayət işlərinə əlbəttə inanılmaz bir aydınlıq gətirir. Amma digər tərəfdən də məxfilik və razılıq haqqında bildiyimiz hər şeyi sorğuluyur. Bugün bu tarazlığın nə qədər kövrək olduğunu görəcəyik. Gəlin əvvəlcə bu işin miqyasını, o dövrün insanlarının yaşadığı dəhşəti anlamağa çalışaq. Joseph James DeAngelo, yəni Golden State Killer, sadəcə bir qatil değildi. Yox, yox. O terrorun özü idi. Fəaliyyətini evlər qarət etməklə başlamışdı, amma bu adi oğurluq deyil, bilirsiniz. Bəli, çox qəribə bir iz qoyurdu. Düzdür. Bu, onun psixoloji profilinin ilk ipucuları idi. O, evlərdən pul, zinət əşyaları kimi bahalı şeyləri deyil, məhz sentimental dəyəri olan əşyaları uğurluyurdu. Məsələn, bir cüt sırğanın yalnız bir tayını ya da köhnə xatirə sikkələrini. Tam olaraq. Bununla sanki deyirdi ki, mən sizin təkcə əşyalarınızı deyil, xatirələrinizi, təhlükəsizlik hissinizi uğurluyuram. Bu, onun güc nümayişi idi. Çox keçmədən bu daha da qaranlıq bir hal aldı. Və Sacramento bölgəsində 50-dən çox təcavüzə çevrildi. Onun metodu isə sadəcə dəhşətli idi. Qurbanların ifadələri insanın qanını dondurur. Tamamilə. O, evlərə adətən cütlüklər yatarkən girirdi. Onları əl fənərinin kəskin işığı ilə oyadır, tapança ilə hədələyərək bağlayaraq, ituan, kişinin kürəyinə qapqacaq, fincanlar yığırdı və deyirdi ki, əgər biraz tərpənsən, bu qablar yerə düşüb səslənəcək və o an ikisini də öldürəcəyəm. Bu, inanılmaz bir psixoloji işgəncədir. Əlbəttə, kişini fiziki olaraq hərəkətsiz qoymaqla yanaşı, onu sevdiyi qadına edilən təcavüzün səsini dinləməyə məcbur edərək ruhən də iflic edirdi. Və bu terror illərlə davam etdi. Ştatın cənubuna yayıldı və ən azı 13 qətlə nəticələndi. Üstəlik o, qürrələnirdi. Qurbanlarına, hətta polisə zəng edib onları lağa qoyurdu. Məni heç vaxt tuta bilməyəcəksiniz, deyirdi. Bəli. Və ən pisi də o idi ki, haqlı görünürdü. Müstəntiqlərin əlində onun DNT-si var idi, amma bu onlara heç bir kömək etmirdi. Bu məni həmişə çaşdırıb. Niyə bu qədər aydın bir dəlil 10 illərlə işə yaramadı? Çünki, baxın, əsas problem DNT-nin özü yox, onu müqayisə etdikləri məlumat bazası idi. O dövrdə və hətta bugün də polisin əsas güvəndiyi sistem CODIS adlanır. Bir dəqiqə, CODIS. O bizim filmlərdə, seriallarda gördüyümüz sistem. Laboratoriya DNT-ni sistemə daxil edir və bir neçə saniyəyə... Cinayətkarın adı, şəkli ekranda peyda olur. Hə, o. Həqiqət bu qədər fərqlidir. Tamamilə fərqlidir. O Hollywood versiyasıdır. Həqiqət odur ki, CODIS yalnız daha əvvəl ağır cinayət törədib, sistemə düşmüş insanları tapa bilir. Aydındır. DeAngelo isə keçmiş polis məmuru olsa da heç vaxt bu cür cinayətlərə görə məhkum edilməmişdi. O, sistem üçün bir ruh idi. Onun DNT-si o bazada olmadığı üçün axtarış hər dəfə boşluğa çıxırdı. Sanki əlinizdə bir açar var, amma o heç bir qıfla uyğun gəlmir. Düzdür. İstintaq 10 illiklərdir kor dalana dirənmişdi.
Ta ki 2017-ci ildə komandadan kimsə tamamilə ağlasığmaz, o vaxt üçün çox radikal bir fikir irəli sürənə qədər. Və burada hər şey dəyişir. Onlar düşündülər. Yaxşı, əgər cinayətkarı birbaşa tapa bilmiriksə, bəlkə onun qohumlarından birini tapa bilərik. Bu istintaqın qaydalarını tamamilə dəyişən bir yanaşmaydı. Cinayət yerindən götürülmüş DNT profilini götürüb, GEDmatch adlı açıq mənbəli bir genealogiya saytına yüklədilər. Bu, yəni sizin və mənim kimi insanların öz köklərini, uzaq qohumlarını tapmaq üçün istifadə etdiyi bir platformadır. Bax, texnoloji sıçrayış məhz buradadır. Fərqi belə anlayaq. CODIS sistemi DNT-nin təxminən 20 nöqtəsinə, yəni STR adlanan markerlərə baxır. Bu nə deməkdir? Bu, bir insanın kimliyini təsdiqləmək üçün onun barmaq izlərini tutuşturmaq kimidir. Ya uyğun gəlir, ya gəlmir. Amma GEDmatch kimi saytların istifadə etdiyi SNP analizi isə DNT-nin 100 minlərlə nöqtəsini analiz edir. Vay canına, 100 minlərlə. Bəli, bu artıq barmaq izi deyil. Bu, o insanın bütün nəsil ağacının DNT-dən qurulmuş detallı bir xəritəsini çəkmək kimidir. Yəni, biri şəxsiyyət vəsiqəsidir, ikincisi isə bütün ailənin tarixi pasportu. Deməli, onların məqsədi samanlıqda iynə axtarmaq deyildi, əslində. İynənin hansı saman tayfasının yaxınlığında olduğunu tapmaq idi. Və tapdılar, nəticə heyrətamiz idi. Sistem onlara birbaşa qatilin adını vermədi, elə deyilmi? Yox, vermədi. Amma onunla ortaq DNT paylaşan bir neçə uzaq qohumunu tapdı. Məsələn, onun 4-cü dərəcəli əmioğlusu və ya xalaoğlusu kimi. Bu, onlara sadəcə bir başlanğıc nöqtəsi verdi. Bəli, indi isə işin ən zəhmətli hissəsi başlayırdı. Köhnə üsullu dedektivliklə müasir genealogiyanın birləşməsi. Müstəntiqlər bu uzaq qohumlardan başlayaraq geriyə doğru nəsil ağacları qurmağa başladılar. Bu, inanılmaz bir işə bənzəyir. Elədir. 1800-cü illərə qədər gedib çıxan, minlərlə insanı əhatə edən nəhəng bir şəcərə yaratdılar. Sonra bu şəcərəni irəliyə doğru günümüzə qədər izlədilər. Millərlə insandan ibarət bir siyahı. Bəs bu nəhəng siyahıdan doğru adamı necə tapdılar? Məhz burada detektivlik işə düşür, onlar bu siyahını məlum faktlarla daraltmağa başladılar. Cinayətkarın kişi olduğunu bilirdilər, siyahıdakı bütün qadınları çıxdılar. Məntiqlidir. Təxmini yaş aralığını bilirdilər, bu aralığa uyğun olmayanları çıxdılar. Cinayətlərin Kaliforniyada törədildiyini bilirdilər, o dövrdə orada yaşamış ola biləcək insanlara fokuslandılar. Aydındır, filtrləmə prosesi. Bəli, bu proses aylarla davam etdi. Sonda minlərlə addan ibarət siyahıdan geriyə yalnız bir ad qaldı. Joseph James DeAngelo, keçmiş polis məmuru. Amma bu hələ də bir nəzəriyyə idi. Onlara yəqin ki 100%lik sübut lazım idi. Əlbəttə. Onu həbs etmək üçün genetik uyğunluğun sadəcə bir istintaq ipucu olduğunu bilirdilər, buna görə də onu gizlicə izləməyə başladılar. Və? Bir neçə gün sonra D'Angelo maşınına minərkən müstəntiqlər onun qapı dəstəyindən DNT nümunəsi götürdülər. Bir başqa dəfə isə onun zibil qutusuna atdığı istifadə olunmuş salfetdən. Doğrudan, salfetdən. Bəli, salfetdən. Bu nümunələr laboratoriyaya göndərildi. Nəticə gəldi. Hər iki nümunədən götürülən DNT 40 il əvvəl cinayət yerlərindən tapılan DNT ilə tam üst-üstə düşürdü. İnanılmazdır. Ruhun bir adı və üzü var idi. 40 illik kabus nəhayət ki bitmişdi. Tam olaraq. Bir anlıq dayanıb düşünək. 40 illik axtarış, onlarla qurban, saysız hesapsız kordalan və hər şey bir zibil qutusundan götürülən salfetlə bitir. Texnologiyanın gücü, həqiqətən. Və bu üsul təkcə Golden State Killer işində möcüzə yaratmadı, elə deyil. Bu, sanki Pandora'nın qutusunu açdı. Bəli, 10 illiklərdir bağlı qalmış bir çox başqa işin də qapısını araladı. Məsələn, Kanadadakı meşədəki körpələr işini götürək. Eşitmişəm bu barədə. 1947-ci ildə 2 kiçik qardaşın cəsədi tapılır, amma kimlikləri heç vaxt müəyyən edilə bilmir. 10 illiklər boyu onlar adsız məzarlarda yatırlar. Ailələri isə onların hökumət tərəfindən uşaq evinə aparıldığını düşünürdü. Dəhşət. Və 70 ildən sonra məhz bu texnologiya sayəsində o uşaqların kimliyi müəyyən edildi və sağ qalan bacıları nəhayət ki, qardaşlarına nə olduğunu öyrəndi. Bu təkcə cinayəti açmaq deyil, həm də ailələrə bir cavab verməkdir. Düzdür, bir növ rahatlıq. Amma hər güclü alət kimi, bu da çox ciddi suallar doğurur.
Məhz burada məsələnin digər tərəfi, o etik dilemma ortaya çıxır. Tam olaraq. Hüquqda mütənasiblik deyilən bir prinsip var. Yəni, bir məqsədə çatmaq üçün istifadə olunan metodun yaratdığı zərər, əldə edilən faydadan çox olmamalıdır. Gəlin bu tərəziləri nəzərdən keçirək. Bir tərəfdə D'Angelo kimi caniləri tutmaq, ictimai təhlükəsizliyi təmin etmək kimi böyük bir fayda var. Digər tərəfdə isə bizim genetik məhfiliyimiz dayanır. Düşünün, siz sadəcə ulu babanızın haradan gəldiyini öyrənmək istəyirsiniz. Bəli, amma bununla fərqində olmadan bütün nəslinizin genetik barmaq izini polis üçün açıq bir kitaba çevirirsiniz. Bu, həqiqətən də mürəkkəb bir məsələdir. Birincisi, razılıq problemi. İnsanlar DNT-lərini genealogiya saytlarına yükləyərkən, adətən o uzun xidmət şərtlərini oxumurlar. Heç kim oxumur. Onlar qohum axtarışına hə deyirlər. Amma bu, polisin onların genetik məlumatlarında axtarış aparmasına da razılıq vermək deməkdirmi? Bu çox boz bir sahədir. Həm də burada başqa bir incə məqam var. Siz yalnız öz DNT-niz üçün razılıq vermirsiniz. Necə yəni? Sizin DNT-niz, valideynləriniz, bacı-qardaşlarınız, övladlarınız, əmioğullarınızla ortaqdır. Yəni siz bir sayta qoşulmaqla əslində heç xəbəri olmayan onlarla qohumunuzun genetik məxfiliyini riskə atırsınız. Vay, yəni mənim heç görmədiyim bir qohumumun cinayəti mənim DNT-m vasitəsilə açıla bilər? Bəli, bu fərdi məsuliyyət anlayışını ailəvi bir məsələyə çevirir. Və D'Angelo işinin sonunda baş verənlər bu texnologiyanın nə qədər tənzimlənməyə ehtiyacı olduğunu göstərdi. O, məhkəməyə çıxarıldı. O, ittihamlarla üzləşəndə ölüm hökmündən yayınmaq üçün bir razılaşmaya getdi. Onlarla təcavüz və 13 qətli etiraf etdi. Məhkəmədəki son sözü isə çox qısa və, necə deyim, emosiyasız idi. Nə dedi? Qurbanlarına üzünü tutub dedi, hər birinizin ifadəsini dinlədim və incitdiyim hər kəsdən həqiqətən üzr istəyirəm. Bu sözlər 10 illiklərdir ədalət gözləyən qurbanlar üçün çox zəif bir təsəlli idi. Və ömürlük həbs cəzasına məhkum edildi. Bəli, və 2023-cü ildə həbsxanada öldü. Amma bu işin yaratdığı rezonans o qədər böyük oldu ki, hökumət artıq kənarda dura bilməzdi. O, vəhşi qərb dövrü bitməli idi. Qaydalar lazım idi. Mütləq. Golden State Killer işindən sonra ABŞ Ədliyyə Departamenti bu sahəni tənzimləmək üçün yeni sərt qaydalar tətbiq etdi. Artıq hər hansı bir müstəntiq istədiyi vaxt bu saytlara girib axtarış apara bilməz. Hansı qaydalardı bunlar? Birincisi, bu metoddan yalnız ən şiddətli cinayətlər, qətl, təcavüz kimi hallar üçün istifadə edilə bilər. Adi oğurluq üçün kiminsə nəsil ağacını araşdıra bilməzsiniz. Bu vacibdir. İkincisi, bu metoda müraciət etməzdən əvvəl bütün digər ənənəvi üsullar, o cümlədən Codis bazasında axtarış aparılmalı və nəticəsiz qalmalıdır. Yəni bu son çarə olmalıdır. Və yəqin ki, ən vacib qaydalardan biri də tapılan genetik uyğunluğun statusu ilə bağlıdır. Tamamilə. Yeni qaydalar çox aydın şəkildə vurğulayır ki, genealogiya saytında tapılan bir qohumluq əlaqəsi heç vaxt həbs üçün əsas ola bilməz. Yəni bu birbaşa sübut deyil. Qətiyyən. Bu yalnız bir istintaq ipucudur. Yəni polisə bu istiqamətə bax deyən bir işarədir. Aydındır. Həbs qərarı və məhkumluq üçün mütləq şəkildə şübhəlinin özündən birbaşa DNT nümunəsi götürülməli və cinayət yerindəki DNT ilə tutuşturulmalıdır. Eynilə D'Angelo işində olduğu kimi. Bu, səhvən günahsız insanların hədəf alınmasının qarşısını almaq üçün çox vacib bir qoruyucu mexanizmdir. Beləliklə, biz bir yol ayrıcındayıq. Bir tərəfdə heç bir ümidin qalmadığı minlərlə soyuq işi açmaq, illərdir cavab gözləyən ailələrə rahatlıq gətirmək potensialı olan bir texnologiya var. Digər tərəfdə isə genetik məxfiliyin gələcəyi, razılıq anlayışı və bir insanın seçiminin bütün nəsli üçün nəticələr doğurması kimi fundamental suallar dayanır. Bu texnologiya artıq reallıqdır. Onu geri qaytarmaq mümkün deyil. Düzdür. Ona görə də sual artıq bunu edə bilərikmi? Deyil. Sual, hansı şərtlərlə və hansı sərhədlər daxilində bunu etməliyik sualıdır. Biz bir cəmiyyət olaraq ən dəhşətli cinayətkarları tapmaq üçün hara qədər getməyə hazırıq? İctimai təhlükəsizlik və şəxsi genetik məxfili arasındakı o incə xətti haradan çəkməliyik? Siz öz DNT məlumatınızı paylaşmaqla bilmədən bir cinayətin açılmasına kömək edəcəyinizi düşünsəniz, bu sizi rahatlaşdırar yoxsa narahat edər? Bu, yəqin ki, üzərində düşünməyə dəyər bir sualdır.